Qabiliyyətə ehtiyac yoxdur, 2 dəqiqə bunu çəkə biləcəksən. Balaca uşaq bacardısa, sən də bacararsın. Bu videoya axıra kimi bax, axırda siri göstərəcəm. Əsas siri nəzərdə tuturam. Birinci sadə dairədən başlayırsan və o dairənin içində bax, eyni bu şəkildə tam düz yox, biraz əyilmiş formada xətt çəkirsən və yanında ona birləşmiş balaca bir göz kanalını qeyd edirik. Biraz dairəvi formadadır. Və orada kölgə qeyd eləmişdim. Bu eyni bu dairənin formasıdır. Sadəcə özün üçün onu qeyd elə. Mən qırışlarını da yerini indi hal-hazırda göstərirəm. Sən də qeyd edə bilərsən. Və kipriyin harda başlayacaq, harda bitəcək və təxmini nə uzunluqda olacaq deyə nöqtə kimi özünə işarə eləyə bilərsən və altında göz torpağının qırışını göstərdim. Bunları qeyd eləyəndən sonra dairənin artıq xəttlərini silirəm və tünd qələmi istifadə edib bütöv bu xətti tündləşdirirəm. Kiprik xətti tünd olacaq. Bundan sonra kipriyin istiqamətini sizə göstərirəm. Baxın, eyni bu 3 istiqamətdə işləyəcəyiz. Kipriyin forması isə bu formada olacaq. Mən başdan başlayıram və bir-bir qeyd eləyirəm. Gördüyünüz kimi hamısını sıx, bir-birinə yaxın qeyd eləyib, hətta həmin o bayaqki xətti biraz tündləşdirirəm ki, kölgə yaransın və daha canlı görsənsin. Və hamısını eyni uzunluqda eləmə, fərqli-fərqli uzunluqda elə. Sadə qələmlə möhkəm basmadan əsas odur. Möhkəm basmadan ştrixləyib yayırsan ki, gözün özünü tona salasan. Və başlayırsan kölgəli hissələri qeyd etməyə. Bizim əsas kölgəmiz yadda saxla bir bu tərəfdə olacaq. Bir də aşağı hissəsində olacaq. Hər kölgə verəndən sonra yayacaqsan. Bax, bir də burada. Mən bunu niyə deyirəm sənə nəzərə al? Çünki bundan sonra mən ancaq tünd hissələri qeyd eləyəcəm. Ondan sonra tündləşdirirsən və eyni bu həmin kölgələrin üstündən keçirsən. Gözün alt hissəsi daha tündür, oranda kölgələndirib başlayırsan yaymağa. Bu hissələri mən elə belə tona salıram, yəni o hissə ondan nisbətən açıq olacaq. Onları hamısını ştrixləyəndən sonra yenə eyni şəkildə yayırsan. Bu hissələri daha da tündləşdirirsən, bir daha qələmlə keçib kölgələri qeyd edirsən və eyni aşağıdakı kimi. Yəni sən həmin kölgələrdən demək olar bir neçə dəfə keçirsən. Sadəcə qırışları göstərmək üçün yüngül varı xətt qeyd edib bunların aralarında kölgə göstərirsən. Mən burnun kölgəsini də qeyd elədim ki, biraz tünd olsun. Eyni bunları detalları verəndən sonra qaşı da çəkə bilərsən. Qaşın baş hissəsi, belə deyək, baş nöqtəsi bu istiqamətdə başlayır. Bu istiqamətdə qeyd eləyəndən sonra ancaq bu şəkildə demək olar yarısına qədər qeyd edirsiniz və get-gedə aşağı düşür. Və sonra istiqamətini dəyişir. Yuxarı hissədə əks tərəfinə gedir. Bunların qaşını qeyd eləyəndən sonra istəsən əlavə tünd qələmdən istifadə edib qaşı biraz tündləşdirə bilərsən. Məsələn, mən elə elədim. Tünd qələmdən istifadə edib daha da tündləşdirdim qaşın formasını. Qaşı çəkidə bilərsən, çəkməyə də bilərsən. Ya istəsən əlavə videoda